millet, bugün sizden gelen soruları okuyan part... O biyoloji bunda partisi oluyor yadımdan çıxıb yala. Bana ne amına koy. Keçən sual cavab videosunda deyim olar ki, hamınız yorumlarda mənim sualımı niyə oxumamısan yazıbsınız. Aga bir saatdan çox oturup sizden gelen sualları okudum. Ama yine de deyirsiniz ki mənim sualımı oxumamısınız. Siz ne istiyorsunuz abi söyleyeyim ben. Bro o sualları ben kim yazıb? Background'dan götürdüm al o sualları. Bu arada gördüğünüz gibi saçım çok değişip, hatta baya değişip. Çünkü saçımı kesmişəm. Bəli, bu sefer heç bir berber pokçuna koymayıp mən pokçuna koydum. Buraya saçım ne gündə Dünyaya yeniden gelseydim uzaylı olardım. Tabii ki de brom, bu necə sualdır? Dünyaya yeniden gelseydim uzaylı olardım. Bir musiki olsaydın hansı musiki olardın? Ya Məhəmməd Musayev, dünya senin, dünya benim. Heç sinifdən qız sevmirsən bro, bizim sinifdəki qızların hamısı Arizona kərtənkələrinə oxşuyurdu yala. Amma başqa sinifin qızları elə deyildi. Məsələn A ilə B sinifi. Oy bilə A sinifin qızları nə zor idi la. A yox B. B idi, A idi. Neyse bu ikisinden biri. Salam aleyküm. Aleyküm salam bro. İndiyə kimi sevdiğin olub, indiyə qədər sevdim hə olub bir dənə və yox sevgin olub hə o da olub bir dənə. Ya da hansısa qızla telefon üzərindən danışmış, telefon üstünə çıxıb necə danışmalı ha? Bu telefonun üstünə çıxıb danışmağı deyirsənsə yox, telefon üzərinə çıxıb heç bir qızdan danışmamışam. Issız adaya düşsən yanına alacağın 4 şey. 1. Təbii ki də kamera. Orada çəkdiyim videoların ən az 2 milyon görüntülənməsi var. 2. Yemək və su. Təbii ki də orada az qalıb öləsi deyiləm ki. 3. Sən. 4. Sənin istədiyin hər hansısa bir şey. Ən böyük arzun nədir görürsən? Görürsən Minanın ən böyük arzusu nədir? Nədə la mənim var böyük arzum? Böyük ehtimal YouTube'da daha yaxşı bir yerə gəlməkdir. Privet, kak deylə. Bəndə sorum olacaq. Yəni anlasam okursun. Bu ne dala Alizade yazıp bunu. Neyse sen Azerbaycanlısan, bunu neden sordum? Çünkü benim Azerbaycan tanıdıklarım var. Sen onlara benzemiyor. Allah bunu Alizade yazıp. İyi davranmakında olmakındaysa. Nerelisin, burcun ne? Dostum. Kalp. Okudum ama hiç anlamadım. Anladığım tek şey benzemiyor. Nerelisin, burcun ne? Bakılıyam. Bir kino karakteri olsan hansı olardın? Tabii ki de Deadpool. En sevdiğim müğənni kimdir? Xarici müğənni ve Azerbaycanlı. Azerbaycan'ın Aygün Kazımovadır. Bir de Eyüp Yaqubov. Bir günlüğüne en sevdiğin adam Ah bir konuşabilsem. Bir günlüğüne en sevdiğin adam olarak kalksam, hara kalksam ola? İlk ne ederdim? Bir günlüğüne en sevdiğim adam yok ama bir günden bir adam olma şansım olsa tabii ki de Elon Musk olardım ve öz banka hesabıma milyonlar göndererdim. Oy bile. Anime ve baba pis gözle bakırsan ben değil. Anime ve Popa pis gözə baxırsan, mən bildiyimə görə sən anime izləyirsən. Anime və Popa pis gözə baxmıram. Popa deyə bilmərəm çünki Popa heç bir əlaqəm yoxdur çünki tanımıram. Amma anime pis gözə niyə baxım? Bir insan anime pis gözə niyə baxsın? Kim anime pis gözə baxsın? Normal dizgi filmdir də animedə. Həyata bir də gəlsən kim olaraq gəlmək istərdin? Bunu yəqin ki karyera cəhətdən deyirsən. Həyata bir də gəlsən bir şey dəyişməz. Yəni YouTuber olaraq qalardım. Ya futbolcu olardım ya da YouTuber. Əgər bir gün hər şeyini, kanalı, izləyicilərini, hətta yaddaşını belə itirsən amma bir şansın olsa yenidən YouTuber olmağa çalışardım. Bu niyə? Əgər hər şeyimi, yaddaşımı falan itirsəm yenidən YouTuber olmağa çalışardım. Çünki bu mənim çox uşaqlıq xəyalımdır YouTuber olmaq. Yəni bunu keçən videolarda da demişdim, yəni sual-cavab videosunda. İndi hər hansı məktəbdə oxuyursanmı? İndi heç bir məktəbdə oxumuram. Əgər yaddaşını itirsəydin, nə oldu deyə bura hamınız eyni suallar vermişsiniz. Nə görmüş ola mənim yaddaşımda? Əgər yaddaşını itirsəydin, səni xatırladacaq şey kimi nə olardı? Məni xatırladacaq sualı tam anlamadım. Böyük ehtimal deyir ki, yaddaşını itirsəydin, səni xatırladacaq yenə anlamadım. Mənim kanalımın adını çəkə bilərsən? Yusufzadə altdan xət 777. En sevdiğin Türk ve bizde YouTuber. En sevdiğim Türk YouTuber büyük ihtimal Enis Batur'du. Azerbaycan'da da Minan. Haralsam, Bakılıyam. En sevdiğim mahnı. Ben en sevdiğim mahnı yoktu çünkü mahnı zövqüm tez değişir. Bir mahnı sevirəm, 2 gün sonra başka mahnı sevirəm. Ona görə də mənim davamlı mahnı zövqüm olmadığı üçün bilmirəm. En gülməli anımı danış. Bro, indi sizə en gülməli anımı danışacağım. Deməli o gün çarayalmağa getmişdim. Qapını açdın, sən demə qapı öz-özünə açılır. Mən deyirəm qapı gülməkdən açılır. Amma sən demə qapı normal olaraq itələdiyim üçün açılır. Buna görə oturub saatlarla qapıyla gülmüşük da.
Əgər içindəki haqqın olsaydı nə diləyərdin? Səni çox sevdiyimi də unutma, yaxşı ki varsan. Ya, mənə belə sözlər yazmıyor. Sonra tetim qalxır. Əgər içindəki haqqım olsaydı, birincisi təbii ki də milyoner olmaq, zəngin olmaq, ikincisi məşhur olmaq istəyərdim. Çünki çox böyük xəyalımdır məşhur olmaq. Üçüncüsünü bilmirəm, fikirləşməliyəm onu. 1. Gələcəkdə nə olmaq istəyirsən? Təbii ki də YouTuber. Azərbaycanda yaşamasaydın, harda yaşayardın? Azərbaycanda yaşamasaydın, böyük ehtimal Braziliyada yaşamaq istəyərdim. Futbolcu olmaq istəyirdim. Neymar olacaqdım. Tabii efendim. Həyatında heç ölümdən dönmüsən, həyatında heç ölümdən çox dönmüşəm, baya çox dönmüşəm. Bak şəkillərini hansı proqramla edirsən, CapCut-la. Editləri hansı proqramla edirsən? Editləri də CapCut-la edirəm. Bu arada sizə bir məsləhət verim. Əgər editor olmaq istəyirsinizsə və yaxud nəsə editlə bağlı bir şeylər eləmək istəyirsinizsə, qətiyyən CapCut-la eləməyin. CapCut demək olar ki, edit üçün ən yaxşı proqramdır, amma bir şey var ki, Pro-dur. Yəni gərək siz CapCut-la edit eləmək üçün pul ödəməlisiniz. Ona görə də çalışın edit öyrənməyə çalışırsınızsa CapCut-dan uzaq durun. Əgər bunu 2-3 il əvvəl sual versəydiniz, çox rahat bir şəkildə CapCut deyərdim, amma indi demirəm. Çünki box günə qoyublar CapCut-ı. Ona görə də başqa proqramla edit eləməyi öyrənin. CapCut-a oxşadırsa, mən çox qaqaşam. Bro, məncə baya yaxşıdır. Yəni CapCut-ın loqosuna oxşayıb. Sən məncə musiqili davam elə. 1. Ən sevdiyin yemək hansıdır? Aş. 2. Ən sevdiyin yemək. Ən sevdiyin yemək yoxdur. Soyadın nədir? Vəliyev. İzləyicənə verə biləcəyin ən yaxşı məsləhət nədir? İzləyicənə böyük ehtimal verə biləcəyim ən böyük məsləhət odur ki, çalışın həyatınızı özünüz edin. Kimsə sözünə hərəkət etməyin. Və yaxud həyatda özün üçün nəsə eləmək istəyəndə kimsə sizə bunu edə bilmərsən, bunu eləmə, məncə bunu elə falan filan deyirsə, siz də ondan sözdən qətiyyən qulaq asmayın. Çalışın öz istədiyiniz nədirsə onu edin. Kimsə sizin həyatınıza qarışmağına icazə verməyin. Çünki bu sizin həyatınızı və gələcəyinizi siz özünüz qurursunuz. Kimsə sözünə hərəkət etsəz, gələcəkdə çox böyük peşman olacaqsınız. Ona görə çalışın öz həyatınızı özünüz yaşayın və heç nədən utanmayın. Yəni ay kimsə nəsə deyər, bunu eləsən bu mənə gülər falan deyərək yaşamayın. Əgər nə istəyirsinizsə, onu eləyin və axıra qədər gedin. O elə özüm motivasiyon kanalları kimi istəyirəm yola. Bir insanın sənə təsir etdiyini hardan anlayırsan? Bir insan mənə təsir etdiyini anlamadım. Necə yəni? Bir insan mənə təsir etdiyini. Bir insan mənə təsir etdiyi nədir? Bura heç nə anlamadım. Həyatın bir film olsaydı adını nə qoyardın? Həyatın bir film olsaydı adını Teddy qoyardım. Teddy salam de. 1. Ronaldo yoxsa Messi? Minan necəsən? Yaxşıyam bro. Minan ilk olaraq sənə uğurlar arzulayıram. Thanks bro. Və sualım budur. Azərbaycanda ən sevdiyim və izlədiyim başqa YouTuber var. Azərbaycanda ən sevdiyim və izlədiyim YouTuber təbii ki də var. Adı Minandır. Free Fire nə vaxt tüməndə oynayacaqsı Asiyan. O Asiyan arada göndərmə elədi, gördünüz. Bro, mən Free Fire oynamıram. Ona görə də böyük ehtimal heç vaxt səndən bir oynaya bilməyəcəm. Ya da bəlkə oyunu yükləsəm sizlərlə birgə Free Fire oynaya bilərəm. Əgər kanalımda oyun videoları izlənsə, hər gün videolar ataram. Kanalıma gec video atmağın sırf səbəbi budur. Çünki oyun videoları tutmur və mən də məcbur TikTok videoları falan çəkirəm. Ona görə də çox gec kanala video gəlir. Əgər TikTok videoları qədər oyun videolarım da mənim kanalımda izlənsə, hər gün videolar atarım kanala. Amma izlənmir. Nəysə dostlar, videomuz bu qədər idi. Çünki baya yoruldum və ağzım cırıldı ki. Bro, yenə bir çoxunuzun sualını oxumadım. Çünki baya çox sualınız var. Ona görə də girib yorumlarda yenə yazmayın ki, mənim sualımı oxumamısınız. Çünki yorumlarda mənim sualımı oxumamısan deyən hamının sualını oxudum. Ona görə də hamınızın sualını oxudum.